Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, dünya müdrikliyindən seçmələr elə bil ki, dünya müdrikliyindən o seçmə aforizmlərin, düşüncələrin çap olunduğu bir kitab var. Oradan 2-3 düşüncə oxudum dostlar. Bənzər məzmunda. Deməli orada deyilir ki, elə bil ki, o düşüncələr klassik müəlliflərin düşüncələridir. Orada deyilir ki, bizim sevdiyimiz insanların qüsurları bizə gözəl görünür. Və yaxud biz onların qüsurlarını görmürük. Sevdiyimiz insanların. Mənə elə gəlir ki, bunun haqlı tərəfləri var bu düşüncələrin. Və yadıma bir hadisə düşür həyatdan dostlar. Deməli mən elə bil ki, məktəb vaxtı idi da, yeniyetməlik vaxtlarında mənim sinif yoldaşım bir xanımı sevirdi. İndi onun barəsində söhbət edəndə deyərdi ki, o xanımın ayaqlarını belə biraz çap atması yeriyərkən onun çox xoşuna gəlir. Yəni ayaqlarını düz atmır, çəpinə atır. Bu normal halda hansısa bir qüsurdur. Amma əksinə ona isə, yəni mənim sinif yoldaşım olan o oğlana isə qızın ayaqlarını belə çəpinə atması xüsusən xoş gəlir. Yəni bu qüsur onun üçün daha gözəl xüsusiyyətə malikdir. Və deməli sonra o qız nəsə ki, indi yəni ki, o davam eləmədi də o sevgi. Qız elə bil ki, belə çox belə şey qız idi. Bilirsiniz necə, belə fərasətli də, yəni belə oxuyan, getdi sonra Yaponiyaya orada oxudu. Sonra başqa bir dənə xarici ölkəyə getdi. Və xarici ölkədə ailə qurdu. Xarici bir vətəndaşla, bir dənə qızı da oldu onun. Amma qız həmən onun həyat yoldaşı onu öldürdü dostlar, güllələdi. Qızın hardası neçə yaşı olardı? Qızın hardası olardı da deyim də sizə. Olardı 26-27 yaşı. Onun həyat yoldaşı o xarici vətəndaş onu güllələdi. Yadıma gəldi, onların şəkilləri var idi, şəkillər qoyardılar sosial şəbəkədə. Belə də, yəni, deyəsən mənim dostluğumda var idi. Şəkillər qoyardınız, belə də həyat yoldaşı ilə, bir-birlərini öpürlər, belə qucaqlayırlar. Oğlan ona deyir ki, sən mənim, nə bilim, ulduzumsan, nəyimsən, günəşimsən falan. Həman oğlan onu güllələdi. Bir dənə balaca qızı qaldı belə də, ortalıqda qaldı. Və bu hadisə olanda elə bil mənim həman o sinif yoldaşım, o məktəb dostum da əlaqə saxladı məndən. O söhbət çıxdı da belə yayıldı. O qız belə məktəbdə belə gözə çarpan qız idi. Hər kəsin az və ya çox dərəcədə ondan xəbəri var idi da. Onun başına gələnlərdən, hara getdiyini. Ona görə o bir belə səs-küy qopatdı da. Yəni ki, biz gözlənilməzcəsinə oldu da bu hadisə. Sonra oğlan mənə zəng vurdu. Belə danışdıq bu barədə oğlanla ki, ayda sən bilirsən də o xanımı həyat yoldaşı öldürüb orada falan. Cavan yaşında. Və həmən məqamda onun həmən xüsusiyyətini xatırladı dostlar. Yəni ki, deyir, birisi görürsən, yadıma gəlir, mən onun ayaqlarını belə çəpinə atması necə mənim xoşuma gələrdi. Yəni ki, o belə ayaqlarını belə də ördək kimi atardı, amma mənim ən çox sevdiyim xüsusiyyətlərindən idi onun. Ona görə bu düşüncələr o hadisəni yadıma saldı dostlar. Doğrudan da bəlkə də bu düşüncədə haqlılıq payı var ki, bizim
sevdiyimiz insanların, aşık olduğumuz insanların qüsurları bizim üçün ya görünməz olur, ya bizim üçün çox sevimli olur. Ya bunda müəyyən haqlılıq payı ola bilər. Hələlik dostlar, əzizdən müayət olun. Günləriniz xoş keçsin.